Salam, bugün sizinlə Azərbaycanın məhkəmə sisteminin, necə deyim, təməl daşlarından biri olan məhkəmələr və hakimlər haqqında qanuna biraz daha dərindən baxacağıq. Salam, bəli, çox əhatəli bir qanundur. Əlimizdə də elə qanunun rəsmi mətni var. Məqsədimiz, yəni bu sənəd əsasında məhkəmə hakimiyyətinin əsas prinsiplərini, quruluşunu anlamağa çalışmaqdır. Gəlin başlayaq. Elə başlayaq qanunun özəyindən. Müstəqil məhkəmə hakimiyyəti yaratmaq hədəfindən qanun dərhal deyir ki, fövqəladə məhkəmələr yaratmaq olmaz. Hə, bu çox vacib məqamdır əslində. Və məhkəmələrin səlahiyyətlərini də qeyri-müəyyən hüquqi yollarla dəyişdirmək qadağandır. Yəni, sistemin sabitliyi qorunur. Bəli, bəli. Konstitusiya məhkəməsi isə o tamam başqa bir qanunla tənzimlənir. Öz xüsusi yeri var. Düzdür. Bəs məhkəmələrin konkret vəzifələri nədir? Məhkəmələrin işi yalnız və yalnız ədalət mühakiməsini həyata keçirməkdir və bir də qanunla müəyyən edilmiş məhkəmə nəzarəti. Yəni başqa işlərə qarışmırlar. Qətiyyən. Əsas vəzifə insanların, vətəndaşların, təşkilatların hüquqlarını, azadlıqlarını qorumaq. Onlara başqa qeyri-məhkəmə funksiyaları tapşırmaq olmaz. Bu, yəni, müstəqilliyin bir təminatıdır. Anladım. Yaxşı, bəs işlərə baxılma qaydası necədir? Deyəsən bir neçə pillə var. Hə, 3 əsas instansiya var, maddə 4-də göstərilib. Birinci instansiya işə ilk dəfə baxılır, yəni faktlar araşdırılır, hüquq tətbiq edilir. Bildiyimiz rayon məhkəmələri kimi, məsələn. Bəli, məsələn. Sonra gəlir apellyasiya. Ora birinci instansiyanın qərarından şikayət veriləndə baxılır. Apellyasiya həm faktlara, həm də hüquqa yenidən baxa bilər. Deməli, işə yenidən muahiyyət üzrə baxılır. Bəli, müəyyən mənada. Amma kassasiya fərqlidir. Kassasiya, yəni ali məhkəmə, əsasən apellyasiya qərarının hüquqi cəhətdən düzgün olub-olmadığını yoxlayır. Faktlara, sübutlara qarışmır. Aydındır. Bəs bu instansiyalarda işlərə kimlər baxır? Tək hakim, yoxsa bir neçə? O da fərqlidir. Maddə 4-də bu da var. Birinci instansiyada işin xarakterindən asılı olaraq tək hakim də ola bilər, 3 hakim də. Bəzi hallarda andlı iclasçılar da iştirak edə bilər. Hə. Amma apellyasiya və kassasiya bunlar mütləq kollegialdır. Yəni ən azı 3 hakimdən ibarət tərkib baxır. Qərarlar nəyə əsasən verilir? Əsas mənbələr konstitusiya, qanunlar və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdir. Həmçinin iclasların protokolu aparılır, hətta texniki vasitələrdən, yəni audio-video yazılardan da istifadə oluna bilər. Bu da maraqlıdır. Keçək məhkəmənin son sözünə, qərarlara. Qanun deyəsən bir neçə növ qərar tanıyır. Bəli, maddə 5-də 4 növ var. Mülki və inzibati işlər üzrə verilən əsas qərar qətnamə adlanır, cinayət işlərində isə bu hökmlü. Bəs qərardat? Qərardat daha çox prosesual məsələlərlə bağlıdır. Məsələn, işin icraata qəbulu, ekspertiza təyin edilməsi, vəsaitin təmin olunması kimi ara qərarlar. Qərar isə ümumi bir termindir, hamısını əhatə edə bilər. Və çox maraqlı bir məqam deyir ki, bütün qərarlar anonimləşdirilib bir ay ərzində elektron qaydada yayılmalıdır. Bu, həqiqətən şəffaflıq üçün ciddi addımdır. Əlbəttə. Və bu qərarların icrası məsələsi də çox vacibdir. Maddə 5 bunu xüsusi vurğulayır. Dicə, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı fərq yoxdur, qətnamədir, hökmdür. Hamı üçün, baxın, istisnasız olaraq, bütün fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər üçün mütləqdir. Mütləqdir. Bəli, və vaxtında dəqiq icra edilməlidir. Əgər kimsə icra etmirsə, qanunla məsuliyyətə cəlb olunur. Bu, məhkəmə hakimiyyətinin gücünü göstərir. Aydındır. Qanunun ikinci fəsli isə deyəsən əsas prinsiplərə həsr olunub. Hə, ədalət mühakiməsinin fundamental prinsipləri çox vacibdir. Məsələn, maddə 7 hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi. Heç kimə üstünlük verilməz. Və yəqin ki, hakimlərin müstəqilliyi. Əlbəttə, maddə 8. Hakimlər müstəqildir və yalnız qanuna tabedirlər. Onların işinə qarışmaq yol verilməzdir. Hətta maddə 9 məhkəməyə hər hansı bir müdaxiləni, təzyiqi, hətta hörmətsizliyi qadağan edir. Bu müstəqilliklə yanaşı başqa hansı prinsiplər var? Müdafiə hüququ kimi. Bəli, çox vacib prinsipdir. Maddə 10. Hər kəsin müdafiə hüququ var. Hətta imkanı olmayana dövlət hesabına vəkil təmin olunmalıdır. Sonra təqsirsizlik prezumsiyası gəlir, eləmi? Maddə 11. Düzdür. Cinayət işlərinin təməl prinsipi.
Şəxsin təqsiri sübuta yetirilməyibsə, o təqsirsiz sayılır. Şübhələr təqsirləndirilən şəxsin xeyrinə yozulur. Prosesin açıqlığı necə? Hər şey açıq olur? Əsas qayda budur ki, icraat açıq aparılır. Maddə 12, amma qanunla müəyyən istisnalar ola bilər. Dövlət sirri, şəxsi həyat sirri və s. Lakin hətta qapalı keçirilən iclasın da qərarı həmişə açıq elan edilir. Bu da şəffaflıq elementidir. Bəli, və maddə 13 çəkişmə prinsipi. Yəni tərəflər, ittiham və müdafiə, iddiaçı və cavabdeh bərabər hüquqlara malikdir və məhkəmə qarşısında öz mövqeylərini sərbəst müdafiə edirlər. Məhkəmə isə obyektiv arbitr rolunu oynayır. Bəs dil məsələsi, proses hansı dildə aparılır? Maddə 14 bunu tənzimləyir. İcraat dövlət dilində, Azərbaycan dilində aparılır, amma zərurət olduqda, məsələn, yerli əhalinin əksəriyyəti başqa dildə danışırsa, həmin dildə istifadə oluna bilər. Ən əsası, prosesin dilini bilməyən şəxslər pulsuz tərcüməçi ilə təmin olmalılar. Bu da ədalətə əlçatanlıq üçün vacibdir. Yaxşı, bəs konkret olaraq Azərbaycanda hansı məhkəmələr fəaliyyət göstərir? Qanun bunları sadalayır. Hə, maddə 19-da siyahı var. Birinci instansiyaya kimi rayon və şəhər məhkəmələri, ağır cinayətlər məhkəmələri, hərbi məhkəmələr, inzibati və kommersiya məhkəmələri. Yeni yaradılanlar da var deyəsən. Bəli, inzibati və kommersiya məhkəmələri nisbətən yenidir. Sonra Naxçıvan Muxtar Respublikasının müvafiq məhkəmələri var. Yuxarı instansiyalar isə apellyasiya məhkəmələri və ən ali orqan ali məhkəmədir. Qanun başqa məhkəmələr yaratmağa da icazə verir. Bəli, qanunla başqa ixtisaslaşmış məhkəmələr də yaradıla bilər. Hər bir məhkəmə hüquqi şəxsdir, özünün gerbli möhrü var, bu da onların statusunu təsdiqləyir. Hakimlərin ümumi sayını isə ölkə prezidenti müəyyən edir. Deməli, bütün bu məlumatları ümumiləşdirsək, belə bir mənzərə yaranır. Qanun, necə deyim, kağız üzərində çox aydın, strukturlu, müstəqillik, bərabərlik, şəffaflıq kimi yüksək prinsiplərə əsaslanan bir məhkəmə sistemi modeli qurur. Düzdür. İnstansiyalar aydındır, qərar növləri bəllidir, əsas hüquqlar müdafiə, təqsirsizlik prezumpsiyası təsbit olunub. Elektron yayım, icranın məcburiliyi kimi müasir elementlər də var. Bəli, amma bütün bunlar, əlbəttə, bizi çox fundamental bir suala gətirib çıxarır. Buyurun. Qanunda bu qədər dəqiq, bu qədər yüksək səviyyədə təsbit edilən bu gözəl prinsiplər, müstəqillik, bərabərlik, şəffaflıq, ədalətli mühakimə təminatları, bunlar gündəlik həyatda, yəni konkret işlərə baxılmasında, praktikada nə dərəcədə reallaşır? Hə, bu vacib sualdır. Və ən əsası, cəmiyyətin bu sistemə olan inamı, baxışı bu prinsiplərlə nə qədər uzlaşır? Yəni, qanundakı bu ideal modeli ilə real həyat arasındakı əlaqə, bəlkə də fərqlər. Bax, bu, məncə, üzərində düşünməyə dəyər əsas məsələdir.